Mən Aylin Avdizadə Qax şəhər Namiq Allahverdiyev adına 2 saylı məktəbdə oxuyuram. Biz mexatronika üzrə hazırlaşırıq və bizim roverin əsas missiyası Marsı daha dərinə araşdırmaq, qarşısına çıxan alovları söndürmək və Mars səthində su olub olmadığını yoxlamaqdır. Mən Avdizadə Ayxan Devtulu komandasının üzvüyəm. Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb liseyinin 11 sinifində oxuyuram. Biz roverin daha rahat maneələri qət etməsi üçün 6 ədəd təkərdən istifadə etmişik. Biz ikinci dəfədir ki, saf yarışına hazırlaşırıq. Ümid edirik ki, yenidən birinci olacaq. Salam, mən Qocayi Ümid, Qax şəhər Namiq Allahverdiyev adına 2 saylı məktəb liseyin 11-ci sinif şagirdiyəm. Mən FPV Racer komandasının pilotuyam. Biz saf yarışına Flytek kateqoriyası üzrə qatılmışıq. Dron texnologiyaları üzrə hazırlaşırıq. Məqsədimiz dronu daha təhlükəsiz, daha gələcəyə açıq bir şəkildə təmin etməkdir. Biz qalib olacağıq. Mən Qax şəhər Namiq Allahverdiyev adına 2 saylı tam orta məktəb liseyinin 10-cu sinif şagirdi Əlizadə Bəxtiyar. Mən artıq 3-cü ildir ki, STEAM Azərbaycan festivalında iştirak edirəm. SAF 2023 və 2025-də Boat Racing kateqoriyası üzrə, SAF 2024-də isə Invention of Future kateqoriyasında iştirak etmişəm. SAF 2023-də Boat Racing üzrə 1-ci yer, SAF 2024-də 3-cü yerə layiq görülmüşük. Bu il isə şansımızı bir daha sınayırıq və SAF 2025-də Boat Racing kateqoriyası üzrə iştirak edirik. Mən və komanda yoldaşlarımız tam şəkildə festivala hazır. Mən Məhərrəm Aydınlı. Mən artıq 3-cü ildir ki, SAF STEAM Azərbaycan festivalında iştirak edirəm. Mən bundan öncə SAF 2023-də Boat Racing kateqoriyasında 1-ci yerə, Kupsa kateqoriyası üzrə isə 3-cü yerə layiq görülmüşəm. Biz yenidən Kupsa kateqoriyasında SAF 2025-ə qoşulmuşuq və hədəfimiz PEK texnologiyalarını öyrənmək və gələcəkdə bu sahə üzərində ölkəmizi təmsil etməkdir. Mən Blokland komandasının kapitanı Mirzə Mirzəyev. Biz 2025 SAF festivalına Rover Games kateqoriyasından daxil olmuşuq və bu bizim ilk dəfədir ki, SAF-a gedirik. İnanıram ki, SAF festivalı çox qəşəng və maraqlı olacaq. Mən inanıram ki, bizim komandamız həm qalib olacaq, həm də ki, yaxşı çıxış edəcək. Mən Qax şəhər Dilarə Əliyev adına 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Eldar Hacıyev. Biz Qax sistem mərkəzindən Code Vibe komandası olaraq noyabrda SAF 2025-ə qatılacağıq. Bu yaxınlarda komandamızla birlikdə Respublika turnirində, həm də seçim turnirində iştirak etdik və bu turnirdə 1-ci yerə layiq görüldük. İnşallah bu uğurumuzu SAF 2025-də davam etdirəcəyik. Mən Vasif İsmailov, mən 1 nömrəli məktəbin 11-ci sinif şagirdiyəm. Biz Code Vibe komandası olaraq yarışa hazırlaşırıq. Bizim maşınımızın üzərində bəzi texniki xüsusiyyətlərini dəyişikliklər etmişik. Bunlardan biri də motorumuzun üzərində soyuducu sistemi olmadığı üçün buna kuler yerləşdirmişik və bizim gələn nikel metal batareyalar əvəzinə litium polimer batareyalar yerləşdirmişik və bu da bizə daha uzun müddət batareyadan istifadə etmə şansı yaradır.